Bismillah. Bürclərin 26 yanvar 1 fevral arası həftəlik ən dəqiq proqnozu. Qoç, bu həftə enerjin yüksək olacaq. İş və pul mövzusunda gözlənilmədiyin fürsət çıxa bilər. Tələskən qərarlardan qaç, xüsusilə 29-30 yanvar arası. Sevgi həyatında açıq danışmaq faydalıdır. Buğa, maddi baxımdan rahatlama hiss edəcəksən. Köhnə borc və ya gecikmiş pul gələ bilər. Həftənin ortasında vacib qərar vermək üçün ideal zamandır. Ailə içində xoş xəbər var. Əkizlər, yeni təkliflər, yeni planlar gündəmdədir. Sosial çevrən genişlənir. Pul xərcləmə meyilli olacaqsan. Ehtiyatlı ol. Sevgidə isə gözlənilməz mesaj səni sevindirə bilər. Xərçəng, bu həftə daha çox daxili rahatlıq axtaracaqsan. İşdə səbirli ol. Nəticə gec də olsa gələcək. Maddi mövzuda risk etmə. Sevgi həyatında isə barışıq enerjisi güclüdür. Şir, uğur sənin tərəfindədir. Xüsusilə iş və karyera sahəsində yüksəliş var. 31 yanvar sənin üçün şanslı gündür. Pul gəliri artsa belə arta bilər. Eşqdə isə diqqət mərkəzindəsən. Planlarını yenidən gözdən keçirməlisən qız. Qız bürcü, planlarını yenidən gözdən keçirməlisən. Həftənin əvvəlində biraz gərginlik ola bilər, amma sonu rahat keçəcək. Sağlamlığa diqqət et. Pulda yavaş amma stabil artım var. Tərəzi, şanslı həftədir. Yeni iş, müqavilə və ya pul təklifi ala bilərsən. Sevgidə qərarsızlıq bitsin deyə ürəyin dilinə. Dostlardan gələn xəbər səni sevindirəcək. Gizli qalan mövzular əqrəb. Gizli qalan mövzular üzə çıxa bilər. Maddi məsələlərdə diqqətli ol. Xüsusilə borc vermə. Amma həftənin sonuna doğru şans üzünə güləcək. Şəxsdə, eşqdə ehtiras yüksəlir. Ox atan, hərəkətli və uğurlu həftədir. Səfər, görüş və geniş planlar, yeni planlar gündəmdədir. Pul qazanmaq üçün yaxşı fürsət var. Sevgidə səmimi söhbət münasibəti gücləndirəcək. Oğlaq, iş həyatında ciddi addımlar atırsan. Rəhbərlikdən dəstək görə bilərsən. Maddi baxımdan yavaş-yavaş yüksəliş var. Ailədə sevindirici xəbər mümkündür. Dolça, sənin həftəndir. Şans, pul və sevgi bir arada gəlir. Yeni başlanğıclar üçün ideal vaxtdır. Xüsusilə 27-28 yanvar sənə uğur gətirəcək. Balıq, hisslərin güclənir. İntuisiya səni yanıltmayacaq. Maddi mövzuda gözlənilməz qazanc ola bilər. Keçmişdən biri ilə əlaqə yenidən gündəmə gələ bilər.